Hafız müəllim bir neçə gün öncə ondan məndən armatur, beton, müxtəlif şeylər istəyir, yazıb. Yox deyəndən sonra da daraşıb, sanki bilirsən, bir insan ki TikTok'la dolanacaq, TikTok'la dolanacaq. Ondan nə gözləyəcək? Elə adamların danışmağı qadağan olmalıdır. Ağzına gələni, Kamaşkovun, Kamaşkovun ailəsi var, insandır, çoban da ailələr, Peyğəmbərlərimizin çoban olubdur. Demək, onu deyək ki, bu insanı öldürmək lazımdır. Sənin danışığın nədir? Sənin sözü özü idarə edə bilmirsən, o da gələn nəcəli çağırdırsan, düşünmədən. Sən özünə nə qiymət verirsən ki, sən kimsən ki, mənim haqqımda danışsan, mənə qiymət verirsən? Sən mən səviyyədə olan bir insan deyilsən. İstəkləri nə olub sizdən? Beton, armatur, müxtəlif inşaat materialları demişim, verməyəcəm. Sən danışığı düzəltmirsən, danışa bilmirsən, insanları ona görə təhlil et, ona görə ondan sonra da başlayıb belə bir şeylər. Yəni son zamanda olan şeydir. Yəni belə insanların bizən iradəsi yox. Yəni belə nə demək onlar?